Samirə Əfəndinin bax bu ermənilərə münasibətini, nəticəsini bax görün, nəyə gəldi çıxdı. Yəni Samirə Əfəndi tək deyil, bütün Türkiyənin özündə, Özbəkistanda, Qazaxıstanda, Qırğızstanda, Türkmənistan, yəni ermənilərə, bunlar erməni xalqını qardaş bilmirəm nəyinə görə belə bütün dünya baxır bizə, fikirləşir ki, yəqin bunlar nə qədər günah iş görürlər ki, elə günah bunlardadır ki, dostluqdan bütün günü danışırlar Azərbaycanlılar. Yəqin türklər elə də günahkardır ki, bu qədər erməniyə. O Qazaxıstanın da aparıcısı var, onun valideynləri də cəzalanmalıdır da. 20 il 20-ci ildən 40-cı iləcən 20-30-cu illərdə 7 milyon türk məhv ediblər. Ruslar, ermənilər. Bunu başa salmırlar. Baş təzə hələ heç qanı qurumayıbdır. Nə keçib? 60-70 il keçib. Yəni bu nə qədər belə, bu insanlarda nə sevgi var belə erməni. Görün Babaxanyan necə lağa qoyub gülür. Kim? O deyirlər onlara Marks, Karl Marx onlara panelinə, prostitutka adı qoyubdur. Bunlar, bu iyrənc xalq, özlərini qədim xalq, bu qədim xalq özünü qoyur. Deməli, İrəvan şəhərində bunları Azərbaycanlılar 20-ci illərdə dövlət yarananda, Azərbaycanda erməni dövləti. Erməniləri bizim Azərbaycanlılar zorla, deməli, itəliyirdilər hamama, gedin, iyilənirdilər. İyrənc xalqdır, iyi, bütün basmışdı İrəvan şəhər. Onun bir Cəd Levon var idi, deməli, İrəvanda danışırdı atama. Aşot, Qriqoryan, hiç mesela, Merrelese sağız. Neyse, onun atası danışırdı, Cəd Levon da sizin, deməli, Azərbaycanlılar bizi hamama zorla, güclə göndərdi ki, iylənirdik. Bax belə, gedib tualetdə barmağı ilə, kirikləri ilə yazırlar, rəssam şəkli çəkir. Bu adam gəlir özünü, qədim xalq, biz deyir, Azərbaycan kimdir? Biz onlardan, dünyada heç onlar bizim müğənnilərə çatmaz. Müğənni deyir, talant. Bunları talant, deməli, dahi millət bunu Avropalılar, Ruslar qaldırdı ki, nəyə görə? Bu millət olmaya, heç naşı tanımayacaqdılar. Bunları qaldırdılar, bu millət ki, elədilər Türkün sayəsində. Yəni, Türk olmasaydı, bunları, yəqin ki, bilmirəm, milçək kimin bilmirəm, milçək kimin, tarakan kimin, həşərat kimin baxacaqdılar. Bu millətin adı olmayacaqdı. Yəni, Türkün sayəsində olub, Türkə zərbə vurmaqdan ötəri bu milləti həmişə bu, o deyir, rezina və perçatka kimi istifadə edirlər. İndi bu, bütün çapçalarca, bunların erməni şairləri, yazıçıları, Yedişə Karent, deməli, Daşdent və Xaçik Daşdent və Samvel, Rafi Samvel. Bu erməni yazıçılar deyib ki, biz anaların, deməli, qarnında, demişdim indi, əxlaqsız, qorxaq bir insan dünyaya gəlir, satqın. Biz anaların qarnında, yəni biz erməni xalqı dünyaya belə satqın, alçaq, mən də bağışlayıb fahişə kimi dünyaya gəlirik. Adam belə durub, gör kimə lağ edir. Azərbaycan xalqı, İrəvanda radionu birləşdirdilər. Zeynəb Xanlarova gələndə hamı qaçırdı, bileti tapa bilmirdilər, ölürdülər bizim mahnılar üçün. Oxurda, niyə? Yoxdur. Erməni nə musiqisi var, nə onun, hələ Türkiyədə də Sayət Ovan deyir ki, görün, nə yazıbdır. Çırpınan, dəniz çırpınan yazıb, Əhməd Cavad yazıb. 650 milyonluq xalq gəlib, hələ başa düşmür ki, bu erməni kimdir ki, sən bunu belə qaldırıb özün qoyubsan. Bütün dünyada lağa qoyur ki, yəqin bunlar, nə bilir, ən aşağı səviyyədə millət ki, ermənini belə öz başlarına qoyurlar. Erməni ilə biz
düşman deyilik heç bir xalqa. Yəni erməniyə, düşmana da dost demək bu düzgün deyil ay qardaş. Elə günə münasibət qur, ancaq ta belə dostluq yox da. Bu Azərbaycan, bunun dostluğu o vaxtacan erməni xarakteri, erməni xasiyyətini bilmirsiniz, bilin. Yəni bunun dostluğu o vaxtacan vaxt gəldi səni vursun. Vəssalam, o onunla yaşayacaq. Uşağını da öldürəcək, sənə kisəylə qızıl da deyəcək Azərbaycanı verirəm. Bütün sənin qulunla 50 il, 100 il, amma gün gəldi səni vuracaq. Yəni bunu bilin, özünüz bilin. Məndən sonra bilmirəm, mən indi deyirəm, sonra kim deyəcək, deməyəcək. Yəni bunu deyirəm ki, yəni tanı da. Qardaş yoxsa deyil. 30 ildir deyir mən dostluq kabab yemişəm. 30 il erməni ilə dostluq eləyibsən 40 il. Ancaq öyrənməyibsən. Mən sənə öyrənmişəm. Yuxusunda nə görür erməni? Nə fikirləşir yatanda? Çörək yeyəndə, tualetdə gedəndə, yasda gedəndə, toyda gedəndə, yolda, onun teatrında bilirəm ki, bu adamın düşüncəsində nədir, nə yaşayır, mənlə danışıb güləndə nə fikirləşir. Yəni siz bunu bilməyəndən sonra, kabab yeməklə deyil, 30 il 40 il deyir, kabab yemişəm, mən də tanıyıram. Tanımaq, öyrənmək deyil, öyrənmək lazımdır. Ona görə də yaxşı o dünya hələ onun bəlkə də qəsdən onu dəstək olur ki, bu Türkün düşmanıdır. Yoxsa Türk olmasa heç ona lazım deyil erməni. Sadəcə Türkə görə onu deməli qoruyub saxlayırlar, qaldırırlar ən talantlı, dahi millət şişirdirlər ki, bax belə ki, Türkə həmişə zərbə olsun. Və onu yaxşı görürsünüz, Azərbaycanın prezidenti Əliyev, yəni görün necə görür erməni ki, 100 il keçsə hələ bunları biz başa düşəməyəcək ki, bu nə millətdir, bu nə məxluqdur, bu kimdir, nədir, bu axır daşı da sındırır. Adam bu 100 il keçsə, yəni onu heç kəs hələ başa düşməyəcək, o düzdür. Ona görə də bax, bu dostluq belə deməli gətirib pis nəticə verə bilər. Yəni çox belə düşmana dost deyəndə o səni vuracaq. Yəni o məxluq, o sevmir ona dost demək. Oturdu işdə, nə bilim indi danışqınla kim nə deyir? Bu həyatdır, bu insan sayırsınızsa, amma gətirib ürəyin içinə soxmaq, qardaş evin içinə düşmanı qoymaq, başa düşə bilmirəm. Bax bu qədər.